Mir Şahin belə bir yazı yazıb ki, Mir Şahin ağaya Fəzail Ağamalının ölümündən sonra sabiq deputat haqqında bildirilən tənqidlərə münasibət bildirib. Tənqid deyil, yəni Mir Şahin tənqidlərə yox, hamı təhqir edir, hamı söyür ki, gör olsun deyir. Mən də şəxsən Fəzail Ağamalını şəxsən tanıyırdım və onu o vaxtı nazir müavini qoymuşdu Əlfəz Elçibəy. Özün tələbəsi olmuşdu və indi o yazını da mən oxuyacağım, burada olan yazını. Elçin Həsənzadə yazır ki, yazmaya bilmədim. Bəzi kəslərə yazır, yəni Mir Şahin yazır. Elçin Həsənzadənin yazısından oxuyuram. Deyir, yazmaya bilmədim bəzi kəslərə. Bir insan vəfat edib rəhmət diləyin, baş sağlığı verin, dərdə şərik olun, bacarırsınızsa. Bunu Mir Şahin yazır. Mir Şahin bilir ki, o özü öləndə də belə olacaqdı. İndi dünyanı heç kəs tutturmayacaq, biz də öləcəyik, amma hər halda hər kəs öləndə arxası can həyatda qoyduğu izlər vardı. O izlərə görə qiymət verəcəklər. Sağlığında nə deyirdinizsə, nə yazırdınızsa ona ünvanlanırdı. Vəfat edəndən sonra yazdıqlarınız, dedikləriniz isə sizi, içinizi, mahiyyətinizi göstərir, deyir. Mir Şahin deyir. Bilir ki, bu söyüşlər ona da olacaq, ona görə. Bu qədər də cahil olmayın. O daha sizə cavab verə bilməyəcək. Bu da oradan gəlir ki, dəyərli dostlar, deyirlər ki, ölünün dalınca danışma olmaz, yəni o sizə cavab verə bilməyəcək, dalınca danışmayın. Siz sosial şəbəkələrdə yazdıqlarınızla yalnız özünüzü, mahiyyətinizi, əxlaqınızı nümayiş etdirmirsiniz. Siz bu xalqın tərkib hissəcikləri olduğunuza görə, hissəcikləri görürsünüzmü? Bu deməli, demokratik düşüncəli insanlar bu xalqın tərkib hissəcikləriymiş. Bu Mir Şahinin təsəvvürüncə. Xalqı biabır edirsiniz. Yəni bu düşüncədə olan insanlar xalqı biabır edir. Halbuki Cəlal Əliyev bunun qiymətini verib. Ayıbdır. Allah Fəzail Ağamala rəhmət eləsin. O Azərbaycanın ən yeni tarixinin ləyaqətli nümayəndələrindən biridir. O təbii ki, burada ləyaqətli dırnaq arasında yazmalıdır, amma yazmayıb. Tarixdə də belə qalacaq. Onu öz Plintus aşırı səviyyəsinə uyğun təlqin edən dırnaq arası cahiliyyə klubunun arzusuna, niyyətinə baxmayaraq, ruhunuz şad olsun Fəzail müəllim. Mövqeyini heç vaxt gizlətməyən vətəndaş, soyuqqanlı, təmkinli, səbirli, dövlətçi siyasi xadim, Allah sizə rəhmət eləsin yazır. Bunu Mir Şahin yazır və burada da Mir Şahinə bunun arxasında qalmayan sözlər yoxdur. Hər kəs bunun Cəlal Əliyevə rəhmət oxuyurlar yenə.